Naxçıvan qədim tarixi, təbii gözəllikləri və mədəni irsi ilə Azərbaycanın ən özünə məxsus bölgələrindən biridir. Bu potensialı daha geniş tanıtmaq üçün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə mediatur təşkil olundu. Mediaturun əsas hədəfi Naxçıvanın eko-mədəni sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriya tanıdılması, eləcə də bölgəyə yerli və əcnəbi ziyarətçi axınının təşviq edilməsidir. Mediatur çərçivəsində ilk dayanacağımız Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq kənd turizm istirahət bölgəsi oldu. Ərazidə xizək kompleksi, kanat yolu və digər turizm obyektləri mövcuddur. Bu imkanlar bölgəni həm qış, həm də yay mövsümündə turistlər üçün daha cəlbedici edir. Ağbulaq kəndi ərazisində yerləşən xüsusi bir tur bölgəsindəyik, Ağbulaq kəndində və bu bölgədə yaşayan insanlar üçün həqiqətən də çox önəmli, çox lazımlı bir addım atılıb, həyata keçirilib ki, burada yaşayan insanlar həm təbiətin qorunması, həm təbiətin fərqli formada insanlara tanıdılması istiqamətində böyük işlər görülür. Naxçıvanın misilsiz yerlərindən biri olan Batabat yaylağı Şahbuz rayonunda dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşir. İl boyu özünə məxsus gözəlliyi ilə seçilən bu yaylaq turistlərin xüsusi marağına səbəb olur. Mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Dövlət Turizm Agentliyinin Mədəni İrs və Regional Turizm şöbəsinin müdiri Elgün Cabadov bildirdi ki, Naxçıvanda 2 turistik kənd seçilib və bölgənin turizm potensialının inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Cənab Prezident tərəfindən Naxçıvanda Regional Turizm İdarəsinin yaradılması ilə bağlı müvafiq fərman imzalanmışdır. Bu da gələcəkdə bizim institusiyon olaraq Naxçıvanın ümumi dövlət vahid turizm sisteminə inteqrasiyası və digər ərazilərdə görülən işlərin Naxçıvanda da təkrarlanması və onun ölçülə bilən keyfiyyətli işlərin həyata keçirilməsi ilə bağlı işimizi daha da asanlaşdıracağına imkan verəcəkdir. Bundan əlavə biz həmin dövlət proqramı çərçivəsində Naxçıvanda 2 turistik kəndin seçilməsi ilə bağlı işlər həyata keçirilmişik, müxtəlif kəndlərə baxış keçirilmişdir və hal-hazırda olduğumuz Şahbuz rayonunun ərazisində Kükü kəndi və Ordubad rayonu arasında Pəzməri kəndlərinin 2 mərhələdə turistik kənd olaraq müəyyənləşdirilmişik. Gələcəkdə də müvafiq vəsait ayrılacağı təqdirdə həmin kəndlərdə turizm infrastrukturunun yaradılması planlaşdırılmışdır. Növbəti dayanacağımız isə Naxçıvanın ən çox ziyarət olunan müqəddəs məkanlarından biri Əshab-ı Kəhf dini mədəni abidə kompleksi oldu. Ziyarətgahın adı mağara sahibləri mənasını verir. Qurani-Kərimdə Əl-Kəhf surəsində qeyd olunan mağaraya sığınıb illərlə yatan 7 gəncin hekayəsi ilə bağlı bu müqəddəs məkan əsrlərdir insanların ziyarət yerinə çevrilib. Ziyarətçilər burada təkcə dini deyil, həm də tarixi və mənəvi bir səyahətə çıxmış olurlar. Mağaranın təbii geoloji quruluşu və yerləşdiyi ərazi buranın hələ qədim dövrlərdə yaşayış yeri kimi istifadə olunduğunu deməyə əsas verir. Əshab-ı Kəhfə səfər edənlər arasında yalnız yerli deyil, xarici turistlər də var. Həmişə Naxçıvanı görmək istəmişəm. Bu mənim xəyalım olub. Mən həmişə biraz çətin gedilən yerləri sevirəm və ona görə də buranı görmək istəmişəm. Üstəlik mən universitetdə dinşünaslıq üzrə təhsil alıram. Magistratura oxuyuram və gələn il doktoranturaya başlayıram. Bilirəm ki, burada bir çox müqəddəs yerlər var. Məsələn, Nuh Peyğəmbər türbəsi, Əshab-ı Kəhf. Ona görə də bura gəlmək istədim və düşündüm ki, niyə də yox? Mən buranı çox sevdim. İnsanlar çox mehribandır. Kiminlə görüşürsənsə, sənə çay və ya yemək təklif edir. Onlar gördüyüm ən qonaqpərvər insanlardandır və yeməklər əladır. Burada yediyim naringilər və üzümlər çox dadlıydı. Meyvələr burada həqiqətən möhtəşəmdir və ayran da çox dadlıdır. Hər şey, ət, kabablar, hər şey mükəmməldir. Bəli, bura çox gözəl bir yerdir. Ümid edirəm ki, bura daha çox turist gələcək. Çünki gəlməlidirlər. Mediatur çərçivəsində növbəti ünvan Möminə Xatun və Açıq Səma altında muzey kompleksi oldu. Memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun türbəsi Azərbaycan memarlıq tarixinin nadir incilərindən sayılır. Möminə Xatun abidəsi 12-ci əsrə təsadüf eləyir. Şəmsəddin Eldənizin dövrünə Eldəniz tərəfindən tikdirilmişdir, hansı ki onun sifarişi ilə Memar Əcəmi tərəfindən tikilmişdir. Onun yoldaşı Zahidə Xatun üçün 1175-1186-cı illərdə tikdirilmişdir və Şərqin Tac Mahal adlandırılır. Çünki bildiyiniz kimi Tac Mahal
16-17-ci əsrə aid qadın üçün tikilmiş yeganə abidə idi. Lakin biz bunu göstəririk ki, bu abidə 17-ci əsrdən öncə 12-ci əsrdə qadına ilk dəyər verilən millətin türk milləti olduğunu və bu abidənin də bunun göstəricisi olduğunu göstərir. Açıq Səma Altında muzey 2002-ci il 11 iyul tarixli sərəncam əsasında yaradılmışdır. Muzeydə nümayiş olunan eksponatlar Azərbaycan xalqının dini inanclarını, dəfn adətlərini, məişət həyatını öyrənməyə kömək edir. Muzeydə nümayiş olunan eksponatların əsasını Daşqoç heykəllər təşkil edir. Daşqoç heykəllər qədim türk xalqlarının dəfn adətləri ilə əlaqəlidir. Mediatur çərçivəsində sonrakı dayanacağımız Xan Sarayı Dövlət Tarix Memarlıq Muzeyi oldu. Xan Sarayı 1780-ci ildə Naxçıvan xanlarından 1-ci Çalbalı xan Çəncəli tərəfindən inşa etdirilibdir. Şərq memar üslubunda inşa edilmiş bina 18-ci əsrin sonlarından 20-ci əsrin əvvəllərinədək Naxçıvan xanlığının dövlət iqamətgahı və Naxçıvan xanlarının yaşayış evi olmuşdur. 9 ekspozisiya zalı vardı, 400-ə yaxın eksponat nümayiş olunur. Bu ekspozisiya salonlarında Naxçıvan xanlığını idarə edən Çəncəli nəsil nümayəndələrinə aid fotolar, onlar haqqında yazmış elmi tədqiqat kitabları, arxiv sənədləri, digər ekspozisiya salonlarından öz bədii estetik görünüşdə fərqlənən aynalı salonumuz vardı ki, bu salon xanlıq dövründə qonaq otağı kimi istifadə olunub. Naxçıvan xanlığına dəvət buyuran qonaqlar o salonda qarşılanmış və onların şərəfinə ədəbi məclislər təşkil olunmuşdur o salonda. Media nümayəndələri dini və tarixi baxımdan mühüm əhəmiyyət daşıyan daha 2 ziyarətgahı da görmə imkanı əldə etdilər. İlk olaraq Nuh Peyğəmbərin xatirə türbəsi ziyarət olundu. Daha sonra iştirakçılar Qafqazın ən böyük məscidlərindən biri sayılan Heydər məscidinə baş çəkdilər. Heydər məscidi kompleksi 11 ilə inşa olunub və 2023-cü ildə istifadəyə verilib. Eyni zamanda 6400 nəfərlik tutumu eyni vaxtda insanlar namaz qıla bilər və 5 korpusdan ibarətdir. 3 dənəsi namaz qılmaq üçün yer, biri mərasim zalı, digər korpus isə Naxçıvan Muxtar Respublikası Dini Qurumlar İşi üzrə Dövlət Agentliyi binası yerləşir. 2 dənə 37 metr hündürlüyündə minarəsi 15 günbəzdən ibarətdir və 10 hektar ərazidə yerləşir. 2023-cü ildə isə istifadəyə verilib. Səfərin son dayanacağı isə Duzdağ Fizioterapiya Müalicə Mərkəzi oldu. Yeraltı duz mağarasında yerləşən bu unikal sağlamlıq mərkəzi tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün dünya miqyasında tanınan sanatoriyalardan biridir. Birinci gün üçün 440 çarpayılı əhaliyə xidmət göstərir. Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində müalicəyə çətinliklə tabi olan bronxal asma kimi ağır xəstəliyi müalicəsi %90-95% uşaqlarda və 70-75% isə böyüklərdə sağalma dərəcəsi göstərir. Horizontal yerləşiyinə görə xəstələrin adaptasiyası daha asan da olur. Buna görə də 360 metr yerin üfüqi dərinliyində yerləşir, 110 metr ümumi dərinlikdə, dəniz səviyyəsindən 1110 metr yüksəklikdə yerləşir. Beləliklə, Naxçıvanın təbii gözəllikləri, tarixi irsi, dini və mədəni abidələri, həmçinin müalicəvi imkanları ilə zəngin mənzərəsi mediatur iştirakçılarına hərtərəfli şəkildə təqdim olundu. Bu səfər bir daha göstərir ki, Naxçıvan adi bir region deyil, tarixlə təbiətin, mədəniyyətlə inancların qovuşduğu unikal məkandır.